Çətin suallar çox da izlənmir, amma bu sual elə maraqlıdır ki, mən bunun həllini paylaşmış olmaq istəyirəm. Deməli, normal cəbri üsullardan alınmır. Onun üçün nə edirik? Birinci bilirik ki, modul tənlik var. Modul tənliyi 3 intervalda açacağıq. 6-dan böyük interval, 2-6 intervalı, bir də ki 2-dən kiçik interval. Burada da ki biraz diqqət eləsək görürük ki, bu nə etmək istəyir? Çevrənin tənliyinə gəlmək istəyir. İndi deyəcəksiniz çevrənin tənliyi ilə əlaqə görəcəyik. Bir dənə bunu 3 intervalda açaq, açıb yarım. Mən video 3 dəqiqə olsun deyə mən videodan kənar yazdım. Heç bir şey yoxdur burada. 3 intervalda bunu yazmışam. Bunu piecewise defined function kimi yazdım. Bir ki intervallar da burada qeyd eləmişəm. Bunu da ki göründüyü kimi tam kvadrata gətirmişəm. Burada da bunu radius olaraq qalması üçün atmışam bu tərəfə bu A-nı falan. Bunları almışam. İndi bunların qrafikini qururam. Qrafiki də belə gözəyarı qurdum. İndi deyəcəksiniz ki, Cəfər nə əsasən bildin ki, çevrə toxunur y bərabərdir 400 xəttinə. Bizə nə demişdi şərtdə? Dedi ki, hansı qiymətində yeganə həlli var? Yeganə həll nə deməkdir? Əgər bu funksiyanı çevrəmiz kəsərsə 2 nöqtədə kəsəcək. Onda 2 nöqtədə görüşmüş olacaq çevrənin qrafiki ilə funksiyanın qrafiki, yəni birinci tənliklə ikinci tənliyin qrafikləri 2 nöqtədə görüşmüş olacaq və bu iki ədəd kök olacaq. Bir dənə kökü varsa, deməli toxunur. Yalnız bir nöqtədə görüşür, toxunur deməkdir. O da ki, təbii ki, bunlara toxunacaq halı yoxdur. Ən aşağıda olan bu olduğu üçün buna toxunur. Buna toxunduğu üçün y-i 4 olan nöqtədə toxunur. Y-i 4 olan nöqtədə toxunur nə deməkdir? Mən 4-ü yatıb burada yerinə qoya bilərəm deməkdir. X-3-ün kvadratı plus y-2, y-in yenə 4 qoyurduq. 4 minus 2-nin kvadratı bərabərdir a plus 15. Sadələşdirəndə x kvadratı minus 6x minus a minus 2 bərabərdir 0. İndi təbii ki, bu nöqtənin bir dənə x-i var, 2 dənə x-i yoxdur. Onda burada mən yeganə həll tapmalıyam. Deyilmi? Toxunma nöqtəsi bir dənədir və onun bir dənə x-i olmalıdır. Yeganə həll tapmalıyam bu tənlik üçün, kvadrat tənlik üçün. Ondakı diskriminantını 0-a bərabər edəcəm. 36 minus 4 plus 4a plus 8. A burada -11. Çox qısa izah oldu. Ətraflı üçün yaza bilərsiniz. Mən kommentdə daha uzununu izah edərəm.